Bakıda ana sevgilisi ilə birgə 6 yaşlı oğluna işgəncə verməkdə təqsirləndirilərək həbs edilib. Bu barədə zərər çəkmiş şəxsin vəkili Bünyamin Cumayev məlumat verib. Onun sözlərinə görə artıq Yasamal rayon məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərdən Mereyuta Nina Fyodorovna 1 ay və onunla qeyri-rəsmi yaşadığı Ələkbərli Ayxan Firdovsi oğlu barəsində isə 2 aylıq həbs qətimkan tədbiri seçilib. Stat. Mereyuta Nina Fyodorovna 2024-cü ilin iyun ayının ortalarından 2025-ci ilin 6 sentyabr tarixinədək saat 12:10-a qədər paytaxtın Yasamal rayonunda yerləşən mənzildə qeyri-rəsmi yaşadığı Ələkbərli Ayxan Firdovsi oğlu ilə əvvəlcədən əlbir olaraq bir qrup şəxs halında özü və Ramin Ramizoğlu ilə birgə nikahdan olan 23 yanvar 2020-ci il təvəllüdlü azyaşlı övladına qarşı mütəmadi olaraq zorakılıq tətbiq edib. Belə ki, azyaşlı bədəninin müxtəlif nahiyələrinə vurulub, qaranlıq hamam otağına salınaraq fiziki ağrı və psixi istirablara məruz qoyulub. Keçirilmiş ekspertizaların nəticələri köməksiz vəziyyətdə olan azyaşlının travmadan sonraki stres pozuntusu, sağ diz oynağı nahiyəsində yumşaq toxumaların əzilmiş yarası və sıyrıqları səbəbindən diz oynağında hərəkət funksiyasının nisbi pozulması, həmçinin sol diz nahiyəsində qançırların yarandığını təsdiqləyiblər. Xəsarətlər küt alətin təsirindən əmələ gəlib və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olub. Statın sonu. Vəkil Cumayev onu da qeyd edib ki, hər iki təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 133.2.3-cü, yəni əzab vermə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayət birlikləri təşkilatı tərəfindən törədildikdə 133.2.4-cü, yəni əzab vermə təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə və 133.2.5-ci, yəni zərər çəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə maddələri ilə ittiham irəli sürülüb.